Salam dəyərli şagirdlər, bugün sizlərlə 13 aprel buraxılış imtahanı suallarına baxacağıq. Gəlin birinci suala baxaq. Deyir, düzbucağın uzunluğu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalır? Tutaq ki, mən uzunluğunu özümdən götürmüşəm. Uzunluq olsun, məsələn, 10, eni də olsun 20 məsələn. Deyir ki, uzunluğu 40% azaltdıqda, 10 idi 40% azaltdıqda olacaq. Yəni onun biz 60%-ni tapacağıq. Niyə 60%-ni tapırıq? Çünki 40% azaltmaq o deməkdir, yəni 60% olub. Yəni 100-dən 40-ı çıxırıq. Onun da 60%-ni tapmaq üçün onu 60-a vurub 100-ə bölürük. Bu eləyəcək 6. Yəni uzunluq 6-dır. Düzdür, burada yazılıb uzunluq. Deməli, eni isə 20% azalıb. Eni, yəni birinci halda belədir. Bu ikinci halda yazırıq da. Birinci halda özümüzdən 10-dan 20 götürmüşdük. Eni də olacaq, deyir 20% azaltdıqda. 20% azaltmaq nə deməkdir? Yəni 20-nin biz neçə faizini tapacağıq? 80%-ni. O deməkdir ki, 20-ni 80-ə vurub 100-ə bölürük. Cavab eləyir 16. Birinci halda sahəsi, yəni onu eninin uzunluğa vururuq. Onu 20-yə vuranda eləyir 200. İkinci halda sahəsi isə S bərabərdir. 6-nı 16-ya vuracaq, eləyir 96. Və deyir neçə faiz azalar? Gəlin bunu tənasüblə həll edək. Deməli, yəni 200 nədir? Birinci sahə. 200 100%-dirsə, həmişə birinci sahə 100% olur. 96 neçə faiz olar? X faiz. İndi buradan da X-i tapsaq, yəni X-i 200-ə vurub, deməli 96-nı 100-ə vurub 200-ə böldükdə 48 eləyir. Yəni burada 2 dəfə. Deməli, baxın, X 48-də, amma birinci halda 100 idi. 100-dən 48-i düşüb. Nə qədər azalıb? 52% azalıb. Baxaq ikinci suala. Deyir ki, kubun telini 2 dəfə azaltdıqda həcmi 2 dəfə azalar, 8 dəfə azalar. Niyə? V bərabərdir A-nın kubu. Yəni 2 dəfə azaltmaq o deməkdir ki, 2-nin kubu dəfə azalır, yəni 8-in kubu 8 olacaq cavab. Üçüncü sualda deyir ki, CO perpendikulyardır AB-yə 90 dərəcə və DOC buradır. Yəni bu bucağı bizə verib 25 dərəcə. Gəlin qeyd edək, 25 dərəcədir və bizdən AOD-ni istəyir. AOD haradır? Baxın, AOD buradır. Bilirik ki, AB bucağı açıq bucaqdır və açıq bucağın 180 dərəcəyə bərabərdir. 180 dərəcədən bir çıxacaq, yəni bizdən bunu istəyir axı. Bunların cəmini, 90-dan 25-in cəmini, yəni 115-ə çıxacaq. Bunun cavabı eləyəcək 65 dərəcə. 65 dərəcə olacaq cavab C bəndi. Sonra dördüncü sualda deyir ki, m kvadrat minus mn, 5n minus mn plus 5m bölünsün 25 minus m kvadrat. Kəsin ixtisar edin. Bunu necə ixtisar eləyəcək? Baxın, bununla bunu götürürəm, bununla da bunu götürürəm. Belə olur da, deməli olur da m kvadrat minus mn minus 5n plus 5m deməli bölünsün 25 minus m-in kvadratı bərabərdir. Deməli, nə çıxara bilərik? Hər ikisində m ortaqdır. Çıxartdıqda olacaq m minus n. Hər ikisində nə var? Mənfi 5, yəni çıxartdıqda olacaq deməli n çıx m. Düzdür? Sonra da aşağıda da var 25 minus m-in kvadratı. Baxın, bunların yerlərini gəlin dəyişək. Yəni bundan n olsun da. Yerlərini dəyişsək, bunun qabağına bir dənə plus atarım. Bura m eləyək, buranı da eləyək n. Hər ikisində indi m minus n var. Yəni m minus n-i mən çıxarıram mötərizə xaricinə. Olur orada m plus 5. Məxrəcdə də, yəni m plus 5 hardan gəldi? Bunları da götürdüm də. Məxrəcdə müxtəsər mod üsturudur. Açılışı belədir. 5 minus m və 5 plus m. Bunlar ixtisar gedir. Cavab olur m minus m bölünsün 5 minus m, yəni ki, b bəndi. Yəni bu qalır da. Bu hissə qalırıq cavabda. Yəni m minus n bölünsün 5 minus m. Növbəti suallarımız, deməli növbəti suallarımıza keçək.
Növbəti sualımız bu tənliyi həll edin. İndi burada baxın 3 ilə 6-nı ixtisar edirik. Və x minus 2 6-nı ixtisar getdikdə burada 2 qalır. X olacaq. Yəni x tapmaq üçün 2 ilə 2-ni toplayırıq, 4 eləyəcək. Sonra baxırıq x-i deyir tapın. Tənlər sistemində tərəf-tərəfə toplasaq müsbət və mənfi qeydlər ixtisar gedir. 2x üzəri x 3x eləyir. 0 ilə 6-nı topladıqda 6 edir. X-i tapanda x 2 eləyir. Cavab B-bəndir. Sonra deyir ki, hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir. O nə deməkdir? Yəni, variantlarda x-in yerinə biz birincini, y-in yerinə ikincini yazdıqda doğru bərabərlik ödənsin. Yəni, bilirik ki, x, y koordinatlarıdır. X, y. Bu da həmçinin x, y. Yəni, x 6-dır, y 0-dır. X 4-dür, y 9-dur. Baxın, yəni birincinin yerinə yazaq. X bərabərdir 6 olanda. Görək, burada yerinə yazanda y-i biz 0 alırıq, yoxsa yox. Deməli, y bərabər olur. Mənfi 2 vur 6 üstə 6. A bəndini yoxluruq. Görək, A bəndi düzdürmü? A bəndini yoxluyuruq. X 6 olanda y 0 eləyir, yoxsa yox. Baxın, burada x-in yerinə mən 6 yazdım. Mənfi 2-ni 6-ya vuranda eləyir mənfi 12. Üzərinə 6 gələndə eləyir mənfi 6. 0 alında yox. Deməli, A bəndi deyil. B bəndini yoxlayaq. B bəndində deyir ki, x bərabərdir 4 olanda y 9 eləsin. Yenə burada biz yerinə yazacağıq. X-in yerinə yazırıq 4-ü. Mənfi 2 vur 4 üzəri 6. Deməli, mənfi 2-ni 4-ə vuranda mənfi 8 eləyir. Üzərinə 6 gələndə mənfi 2 eləyir. 9 alınmalıydı. Deməli, B bəndi də deyil. C bəndini yoxlayaq. Deyir ki, x mənfi 3 olmalıdır. Y isə 0 alınır. Görək düz deyir. Y bərabərdir. Mənfi 2 vur. Mənfi 2-dir də düzdür. Mənfi 2 vur. Mənfi 3 üstə 6. Deyir ki, 0 eləyir. Yox. Mənfi 2-ni mənfi 3-ə vuranda müsbət 6 eləyir. Müsbət 6 ilə 6-nı toplayanda cavab 12 eləyir. 0 eləməli. Deməli, C bəndi də yanlışdır. D bəndini yoxlayaq. D bəndini yoxlayaq. D bəndində deyir ki, x mənfi 5 olanda y 16 eləyib. Yoxlayaq hələ. X bərabərdir mənfi 5. Deməli, y bərabərdir mənfi 2 vur mənfi 5 üstə 6 gələndə bizdən nə alınmalıdır? 16 alınmalıdır. D bəndini yoxlayırıq. Mənfi 2-ni mənfi 5-ə vuranda 10 eləyir. 10 üzərinə 6 gələndə elədi 16. Deməli, cavabımız D variantıdır. Sonra keçirik 8-ci sualda. Deməli, əkob 18, 36, əbub 10 və 11. Burada görürük ki, AB-nin nə idi? Bölənidir. Düzdür. AB-nin nə idi? Bölənidir. Yəni 18 36-ya bölünür. AB-nin bölənidirsə, əkob AB bizdə nə olurdu? B olurdu. Əgər A B-nin, baxın qaydam yazırım burada. AB-nin bölənidirsə, deməli əkob AB bizdə nə olurdu? B-yə bərabər olurdu. Yəni, burada da əkob 18, 36 bizə 36 verir. Elə cavab promoy 36-dır. Yəni, bu bizdə 36-nı verir. Əbub 10, 11-dəki 10 və 11 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbubu bizə 1 verir. Qaydası belədir. 36-nın üzərində 1 gələndə 37 eləyir. E bəndi. Deməli, 9-cu sualda tənasübdür. Tənasübdə orta ədədlərin hansı? Baxın, burada çarpaz vururuq da burada, düzdür. Bunu buna vururuq, bunu da buna. Yəni, 15-i vururuq x-ə, bərabər eləyirik. 5-i vururuq 21-ə. 5 ilə 21, 5 ixtisar getdi. 3 dəfə, 1 dəfə. Deməli, 3x bərabərdir 21, x olacaq 7. 10-cu sualda deyir ki, ilk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Deməli, biz bilirik ki, ehtimalın düsturu necədir? Ehtimalın düsturu bərabərdir. Deməli, olacaq əlverişli halların sayının
Mümkün halların sayına olan nisbəti. Mümkün halların sayına olan nisbəti. Mümkün hal burada 10 dənədir, düzdür? 10 ədəddən, 10 natural ədəddən, deməli 10 dənə bizdə mümkün hal var, məxrəcdə yazdıq. Deyir ki, birinin sadə ədəd olması ehtimalını tapın. Neçə dənə, deməli, 1-dən 10-a qədər neçə dənə sadə ədəd var? Sadə ədədlər sayaq. Deməli, 2. Biri niyə götürmədim? Çünki bilirik ki, 1 nə sadədir, nə də mürəkkəbdir. Deməli, 3, sonra 5, 7, yəni 4 dənə. 10-da 4, yəni 5-də 2 cavab olacaq E variantı. Sonra ABO 22 dərəcədir. ABO haradır? Baxın, buradır ABO, yəni 22 dərəcə. ACO bura, deməli 28 dərəcədir. Olarsa bizdən B, AC-ni soruşur. Baxın, biz bilirik ki, bura nədir? Daxili bucaqdır. Burada nədir? Mərkəzi bucaqdır. Bura olacaq 2 alfa. Görün, bildiniz 2 alfa hardan gəldi? İzah edəcəm ki, 2 alfa hardan gəldi. Baxın, bilirik ki, bura alfa olanda, məsələn, bura 30 olanda, baxın, bura 30 olanda, bura 60 olurdu. Düzdür? Ona görə özümdən bura alfa verdim. Burada olacaq 2 alfa. Və biz bilirik ki, baxın, belə bir dənə qayda var idi. Üç bucaqlarda da elə test toplusunda var. Deməli, baxın, məsələn, bizə verib buranı 30, məsələn, buranı verib 40, məsələn, buranı da verib 50. Deyir ki, baxın, bu bucağı tapın. Bu bucaq, elə bir ki, bu içindəkilərin cəmi idi də, yadınızdadırsa. Demişdik ki, məsələn, buranı deyir tapın, alfa bərabər olur, məsələn, 30 üstə 40 üstə 50. Elə bir çöldəki olur içindəkilərin cəmi. Baxın, buna görə də yazacağıq biz indi. Baxın, qayda yadınıza düşdüsə, bu şəkildə ondandır, sonra çevrənin içindədir. Burada da bizdə, yəni çöldəki nədir? 2 alfadır. 2 alfa bərabərdir 22 plus 28 plus alfa. Və 22 üzərinə 28 gələndə 50 eləyir. 50-nin üstünə alfa gələndə 2 alfadır. Alfa da bizdə olacaq 50 dərəcə. Yəni nə istəyir? Baxaq elə. BAC-ni istəyir. BAC ilə alfadır, olacaq 50 dərəcə. Deyir ki, tərəfi 12 cm olan kvadratın perimetrini tapın. Kvadratın perimetri P bərabərdir 4A-dır. Bərabərdir 4 dəfə 12 eləyir 48. Cavab olacaq 48 D bəndi. Sonra gəlin 13-cü sual hesablayaq. Deməli, 56-nı vururuq, -15. Belə eləyək də. 56 ilə 14, 14 ixtisar getdi 4 dəfə. İndi bunun içini hesablayaq. Deməli, bizdə qaldı 4 vurulsun, -15, düzdür. Aşağıda da qaldı 20-dən çıxırıq 50-ni, o da eləyir -30. Birinci ilə 2 vurmanı eləyirik. 5 ona vuranda 50 eləyir. 20-də 50 çıxanda -30 eləyir. -30 ilə -15 ixtisar getdi. 2 dəfə 4-ü də 2-yə böləndə cavab elədi 2E variantı. 14-cü sualda vurulları ayırın. İkinci sualda vurulları ayırın. Orta, baxın, hər ikisində olan x plus y-dir. X plus y-i çıxartdıq mötərizə xaricində. Nə qaldı? Baxın, burada C qaldı, burada da -D qaldı. Elə bil ki, C çıx D olur da. Elə bil ki, bax. Deməli, olur C, D bu qaldı, çıx D qaldı. Olacaq A bəndi. 15-də deyir ki, A ilə B çoxluqlarının bu kəsişmə işarəsidir. Kəsişmə o deməkdir ki, hər ikisində olanlar. Birinci tapırıq A ilə B çoxluğunun kəsişməsi bərabərdir. A çoxluğu və B çoxluğunun hər ikisində olanlar. Deməli, 1 hər ikisində var. 2 də hər ikisində var. Bir də 5 var hər ikisində. Deməli, çoxluğun yazdıq ki, 1, 2, 5. Deyir ki, bu AB çoxluqlarını C-dən fərqini tapın. Fərq o deməkdir ki, 1, 2, 5 C-dən hansı elementlərinə görə fərqlənir. O da cavab olacaq, yəni 1 hər ikisində var, amma 2 ilə 5 A ilə B-nin fərqində var, C-də yoxdur, olacaq B bəndi. Sonra keçirik 16-cı sualda. Deyir ki, şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın.
Bunun açılışı 10A plus B'dir. Plus bunun açılışı isə 10B plus A'dır. Bərabərdir. Olacaq 88 mötərizədə açıq B. 10A A eləyir 11 dənə A plus B 10B eləyir 11 dənə B bərabərdir 88 A minus B. Deməli 11-i mötərizə xaricinə çıxartsaq, deməli olur burada 8 qaldı. Deməli tapdıq ki A plus B bərabərdir 8A minus B-yə. Vurub açaq, deməli olacaq A plus B bərabərdir 8A çıx 8B. 8A-nı bu tərəfə keçirsək olur A çıx 8A bərabərdir mənfi B çıx 8B. Deməli, A-dan 8A-na çıxanda, gəlin yanında yazaq, mənfi 7A bərabərdir. Bu da eləyir mənfi 9B. Mənfiləri ixtisar aparsa 7A bərabərdir 9B-yə. A ortada olandır, yəni A 9-dur, B də 7-dir. Bizdə hansı ədədi soruşur? AB ədədini soruşur. Baxın, AB. A-nı biz tapmışdıq 9, B-ni tapmışıq 7, ədədimiz olacaq 97. Deməli, bizdə deyək ki, qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B8 -2 nöqtəsində olan kvadratın sahəsini tapın. Deməli, baxın, qrafik çəkirik. Deyir ki, təpələrindən, qarşı təpələrindən. Baxın, qarşı təpə nədir ümumiyyətlə? Baxın, məsələn, kvadrat çəkirik bir dənə. Qarşı təpə deyəndə elə bir ki, bu təpə ilə da bu təpədən söhbət gedir. Qarşı-qarşıya. Baxın, bu, bir də bu. Bildiniz? Deməli, koordinat başlanğıcı bilirik ki, buradır. Yəni, bu da adlanır 0, 0 nöqtəsi. Deyir ki, digəri isə 8 -8-də. 8x-də bilirik, 8 bura olsun. Aşağıda yazaq, 8 bura olsun, -8 də bura olsun. Deməli, birləşdirək, kvadratı aldıq, düzdür? Bizdən indi bu sahəsini soruşur. Baxın, buradan 0-dan 8-ə qədər 8, buradan da bura qədər, yəni 8-dir. Məsafə mənfi ola bilməz. 0-dan -8-ə qədər 8 qədər məsafə var. Yəni, biz də bilirik ki, S bərabərdir A kvadratdır. Yəni, 8-in kvadratı verəcək 64-dür. Sonra, burada da gəlin vurub açaq. Mötərizənin açılışıdır burada. İçini həm buna vururuq, həm buna vururuq, həm də buna vururuq. Deməli, ikini birinci olaraq, baxın, buna vuranda bu ikilər 7 qaldı. 2 vurulsun, yox, çaşdım deyil. 2 tam 80 kvadratı plus. İndi ikini vururuq buna, yenə ikilər gedir. Olacaq 7 tam %15-in kvadratı. Baxın. Baxın. Sonuncu olaraq 2-ni hara vuracaq? Bura vuracaq. Burada heç nə ixtisar getmir. Olacaq 2 vurulsun. 2 tam %85 plus 7 tam plus vurulsun 7 tam %15. Baxın, bu da bizə verir. Elə bil ki, bu A-nın kvadratı plus B-nin kvadratı plus 2 vur A vur B, yəni bizə verir A plus B-nin kvadratının düsturu. Bizdə A 2 tam %85-dir. Deməli, A bizdə 2 tam %85-dir. B də ki 7 tam %15-dir. Bunu da kvadratı eləyəcək. Birinci toplayaq. Eləyir 10. 10-un kvadratı verir bizə 100. Deməli, x, y, z natural adləri üçün x vur y bərabər 6 və y plus z bərabər 18 olarsa, x plus y plus z cəminin ən kiçik qiymətini tapın. Baxın, burada yoxlama üsulu ilə qiymət verəcək. Məsələn, biz bilirdik ki, məsələn, y hər ikisində olanda 1 götürürdük, məsələn də.
Baxın, 1-i neçəyə vuranda 6 eləyir, x-i 6 götürək. Deməli, y-i biz 1 götürmüşdük axı, z-i də 18 götürək, düzdür? Deməli, x-i götürdük 6, y-i götürdük 1, z-i də götürdük 18. Elə bil ki, bu x üzəri 7 üzəri z gələndə 6 plus 1 üstə 18, yəni 7-nin üstə 18-i gələndə 25 eləyir. Gəlin, başqa yolla da yoxlayaq. Yoxlama üsuludur. Burada görək hansı ən kiçikdirsə onu götürəcək. Bir dəfə ola bilər ki, x 2 olsun, məsələn, y 3 olsun. Y burada da var, deməli, y 3-dür. 3 neçəyə vuranda 18 eləyir, z olacaq 6. Toplayaq elə. Deməli, dedik ki, bizdə x-i 2 verdik, y 3 oldu, z də oldu 6. Baxın, toplayanda x üzəri y üzəri z bərabərdir 5 üstə 6, 11. Bir dəfə də ola bilər ki, deməli, bu 2 olsun, bu 3 olsun. Bu 2 olarsa, bu 9 olsun. Düzdür? Yazaq da burada. Deməli, biz x-ə bu səfər 3 dedik. Y oldu 2, z oldu neçə? 9. 9. Deməli, x plus y plus z oldu 14. Bir dəfə də biz baxın 6 ilə 1-i yoxladıq, 1 ilə 6-nı yoxlamadıq. Gəlin 1 ilə 6-nı da yoxlayaq. Deməli, baxın. X-ə 6, y-ə 1 dedik. Bu səfər x 1 olsun, y 6 olsun. Bu 6 olanda 6 neçəyə vuranda 18 edir, z də olur 3. Düzdür? Deməli, biz x-ə neçə dedik? X oldu 6, y oldu x 1 oldu da, düzdür? X oldu 1, y oldu 6, z də oldu 3, düzdür? Bizdə x plus y plus z oldu 10. Deməli, ən kiçiyi budur. Yenə də baxın, göstərək. Bir dəfə biz 25 aldıq, bir dəfə 11 aldıq, bir dəfə 14 aldıq, bir dəfə 10 aldıq. Ən kiçiyi hansıdır? 10. Cavab olacaq 10. Sonra deməli 20-ci sualda deyir ki, bərabər tərəfli LMN üçbucağının sahəsi. Gəlin, deməli, üçbucaq seçək. LMN olsun, adlandıraq. Bir də ABC üçbucağı deyir. Ben balaca çəkirəm. Niyə balaca çəkirəm? Çünki deyir ki, LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Perimetr ABC-ni bizə verib 9. LMN üçbucağının tərəfini soruşur. Biz bilirik ki, oxşarlığa görə deməli, üçbucaqların sahələrinin nisbətləri onların perimetrləri nisbətləri ilə kvadratik mütənasib asılıdır. Yəni, biz SLMN, SABC kimi yazsaq, perimetri də həmçinin LMN burada olacaq, deməli, ABC olacaq. Deməli, SLMN üçbucağının sahəsi 16 dəfə böyükdür. Yəni, məsələn, 16 dəfə böyük o deməkdir ki, məsələn, bu 16x-dirsə, bu x-dirsə, 16x-i x-ə böləndə eləyir 16. Baxın, bunların nisbəti, yəni bunlar nədir? Bunun cavabı bizdə 16 verib. 16 bərabərdir. Perimetr ABC bizə verib 9. Perimetr LMN-in 9-a nisbətinin kvadratı bizə 16 verib. Onda perimetr LMN ilə 9-un nisbəti bizə 4-ü verəcək. Düzdür? Yəni, kök aldığında 16-dan. LMN üçbucağının perimetri bərabər olacaq 36. Əgər LMN üçbucağının perimetri 36-dırsa və bərabər tərəflidirsə, onda tərəflər olacaq 12, 12, 12. Yəni, tərəf olacaq 12. 21-ci sualda yerinə yazmaqdır. X-i verib 5 minus 2 kökdə 6. Yerinə yazaq. Elə bil ki, 5 minus 2 kök altda 6. Vurulsun Y-ə, yəni 5
plus 2 kök altda 6 bölünsün x plus y. Yəni 5 minus 2 kök altda 6 plus 5 plus 2 kök altda 6 bərabərdir. Muxtarma düsturudur. A kvadrat minus B kvadratın düsturudur yuxarıdakı. Yəni 5-in kvadratı minus 2 kök altda 6-nın kvadratı. Aşağı da bizə verir. Baxın, bunlar ixtisar getdi. 5-in üzərinə 5 gələndə 10 elədi. Bərabərdir. Deməli, burada 5-in kvadratı eləyir 25. 2 kökdə 6-nın kvadratı eləyir 24. Aşağıda da 10 var. 25-dən 24 çıxanda 1 eləyir. 1-i də 10-a böləndə cavab verir 0,1. İki yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Tənliklər sistemi ilə həll edin. Baxın, iki yeşikdə, birinci və ikinci. Baxın, birinci yeşik, iki cür yeşik var. Birinci və ikinci yeşik. Birinci yeşikdə tutaq ki, x qədər qənd var, ikincində y qədər qənd var. Deyir ki, bunların cəmi 50-dir. Yəni, x ilə y-in cəmini bizə verib 50. Deyir ki, hər gün birinci yeşikdən 3 kiloqram. Baxın, mən tutaq ki, bir gün birinci yeşikdən 3 kiloqram qənd götürdüm. Tutaq ki, məsələn, birinci yeşikdə 10 kiloqram qənd var və bir dəfə götürdüm 10 çıx 3. 2 dəfə götürəndə 10-dan 6 çıxıram. Niyə? Bir gündə 3 dənə qənd, 3 kiloqram qənd götürmüşəmsə, 2 gündə olacaq 6 kiloqram, 3 gündə olacaq 9 kiloqram, 4 gündə olacaq 12 kiloqram. Və biz x-dən çıxırıq nəyi? Deyir, 6 gündən sonra, yəni 6-nı 3-ə vururuq. 18 və ikincidən 2 kiloqram qənd götürdülər. Elə bir ikincidən yenə 6 gündən sonra deyir, elə bir 12 və deyir ki, bunlar 6 gündən sonra bərabər olublar. Bərabər. Sistem tənlik. Olacaq x plus y bərabərdir 50. Sol tərəfə keçirsə elə bir x çıx y olacaq 6. Tərəf-tərəfə toplasaq, deməli, y-lər burada gedəcək. 2x bərabər olacaq 56-ya və x-imiz olacaq 28. Birinci yeşikə biz x demişdik. Birinci yeşiki soruşur, cavab olacaq 28 kiloqram. Gəlin, üçüncü suala baxaq. Deyir ki, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır. Qulaq asın. Tutaq ki, satıcı deyir də bizə bir şarı 12 qəpiyə alır. Tutaq ki, bir dənə şar alır və onu 12 qəpiyə alır. Lakin bu şarı 15 qəpiyə satır. 5 şar partlayır o deməkdir. Yəni 5 dənə şar satılmır. Şar satılmır. Deməli, 5 şar yazıram ki, burada satılmır. Bunu nə edib? Bunu alır, bunu da satır. Birinə söhbət gedir. Tutaq ki, bizdə x ədəd, tutaq ki, satıcı x ədəd şar alıb. Tutaq ki, x ədəd nə olub? Şar alıb. Əgər x ədəd şar alıbsa və bilirik ki, satılan şar nə qədər olur? X ədəd alıb, amma satılan şar x minus 5 olar. Niyə? Çünki 5-i partladı axı. X-ni alıb, x minus 5-ini satacaq. Düzdür? Və indi baxın, birini və biz bilirik ki, 12 manata alır, 15 manata satır. Düzdür? Baxın, əgər bir dənə şar desəydi, bir dənə şardan 3 manat gəlir əldə edərdi. Amma x ədəd şardan biz bilmirik nə qədər gəlir əldə edir. Əslində, deyiri bizə 6 manatdan çox gəlir əldə edir.
Deməli 15 manat satır. 15 manat birini 15 qəpiyə satır daha doğrusu. X minus 5 ədəd şarı neçə qəpiyə satar? Olacaq 15 vurulsun X minus 5. İmtahanda belə yazarsınız. Düzdür? Gəlir deyəndə biz satılan qiymətdən alınan qiyməti çıxırıq. Minus 12-ni bəs nəyə vuracaq? X-ə. Çünki X-dən aşağı alınıb 1,12 qəpikdən. Və 6 manatdan çoxdur. 6 manatdan çox o deməkdir ki, 6 manatı biz qəpiyə çeviririk. 600 qəpikdən çoxdur. Biz X-i buradan indi tapmalıyıq. Vurub açsaq, deməli olacaq 15 X minus elə bil olacaq 15-i 5-ə vuranda 100 75 minus 12x böyükdür 600-dən. 3x böyükdür 375-dən 675-dən daha doğrusu düzdür. Və x nədən böyük olacaq? X böyük olacaq 225-dən. 225-dən böyük ən kiçik ədəd neçədir? X olacaq 226. 24-cü suala gəlin baxaq. Deyir ki, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyükdür. Düzbucaqlı üçbucaq çəkirik. Deməlidir ki, katetlərindən biri. Katetlər burada. Deyir ki, biri x-dir, digəri də x plus 2-dir. Hüdün uzunluğundan isə 2 sm kiçikdir. Katetlərindən biri digərindən 2 sm böyük. Hipotenuzun uzunluğundan isə 2 sm kiçikdir. Yəni hipotenuz ən böyükdə x plus 4. Bunu demək istəyir. Görün bildiniz. Katetlərdən biri digərindən 2 sm böyük. Digəri burada. Hipotenuzdan isə 2 sm kiçikdir. Belə demək istəyir. Bu üçbucağın hipotenuzunu tapın. Hipotenuzu mən şifaya deyəcəm ki 10'dur. Niyə? Baxın. X-ə əgər mən 6 desəm, buna 8 desəm, baxın, x 6 olsa 6 plus 2 8 olar. 6 plus 4 də 10 olar. Pisagor ədədlərdə düz demirəm. 6'nın kvadratı üstə 8'in kvadratı bizdə 10'un kvadratını verər deyə deyirəm ki, hipotenuz 10'dur. Sonuncu suala baxırıq. Sonuncu sualda deməli bizə BC qövsü, yəni ki, bunun BC qövsünün uzunluğu, qövs buradır, uzunluğunu verib 4pi və BC qövsünün düsturunu deyək ki, qövsünün düsturunu bilirik ki, alfa bölünsün 360 vurulsun 2pi r'dir. BC qövsü 180 dərəcəyə söykənən qövsdür. Elə bir alfa olacaq bizdə 180. 180 bölünsün 360 vurulsun 2pi r və qövsün uzunluğunu bizə verib 4pi. Bundan bu getdi 2 qaldı. Bundan bu getdi 2 qaldı. R bərabər oldu 4. R 4-dürsə, buradan bura qədər də 4-dür. Buradan bura qədər 4-dür. Verilən fiqurun sahəsini istəyir. Verilən fiqurun sahəsi, baxın, bu dairənin sahəsinin yarısı ilə bu üçbucağın sahəsinin cəminə bərabərdir. İlk öncə dairənin sahəsi s bərabərdir pi r'in kvadratıdır. Yəni olacaq 16pi. 16pi hardan gəldi? R də 4 idi də. Amma bizdə elə bir şey dairə bütöv belə olsaydı deyərdik ki, cavab 16pidir. Amma baxın, yarısını verib. Deməli bu hissə olacaq bizdə 8pi. Bir dənə qaldı bu üçbucaq. Bu üçbucaq da bərabər yanlış bucaqdır. Çünki bizə verib ki, AB AC-yə bərabərdir. A10'u verib bizə 6. Baxın, A10'u verib, buranı verib 6. Bərabər yanlış bucaqdır. Bilirik ki, AO həm mediandırsa, həm tənbüləndir, həm hündürlükdür deyə belə yazdım. Və S üçbucağın sahəsi bizə verir. Elə bil ki, 2'də 1 AH-ı. O da bərabərdir. Elə bil ki 6 vur 4, 6 vur 8 böl 2, 8 adan gəlib bütövü, cavab da eləyir 24. Cəmi də olacaq 8pi üstə 24. Videonu bəyənməyi unutmayın. Rəylərdə də nə qədər düz yazdınız, onu da yazmağı unutmayın. Sağ olun.